Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-də müzakirə vaxtı proqramında. Bugünkü proqramda biz ötən həftənin çox möhtəşəm bir hadisəsindən, faşizm üzərində qələbənin 80 illiyindən və Azərbaycan dövlət başçısının bu tədbiri Qarabağda keçirməsindən danışacağıq. Bəli, Azərbaycan dövlət başçısı faşizm üzərində qələbənin 80 illiyini Moskvada yox, məhz Qarabağda keçirdi. Azərbaycan öz qələbəsinin, bəli, müəllifi başda olmaqla, bax, o möhtəşəm sevinci Qarabağda yaşadı. Prezident İlham Əliyevin əslində bu hərəkəti, əslində bu səfəri həm də dünya verilən bir mesaj idi. Hansı mesaj idi? Bax, bugünkü söhbətimizdə, bugünkü görüşümüzdə biz ondan danışacağıq. Studiyamızın qonağı da var, millət vəkili Azər Allahveryanov. Azər müəllim, xoş gördük sizi. Xoş gününüz olsun. Azər müəllim, qeyd etdiyimiz kimi 2-ci Dünya müharibəsinin 80 illiyinin çox möhtəşəm şəkildə keçirildi. Təbii ki, bu müharibədə Azərbaycanın da özünün payı var. Əgər Azərbaycanın nefti olmasaydı, o böyük qələbə də olmazdı. Kifayət sayda bizim soydaşlarımız demək olar ki, o müharibədə iştirak etdi, həlak olanlar oldu, itkin düşənlər oldu və elə itkin düşənlər var ki, hələ heç bu gün də 80 il keçməsinə baxmayaraq bu gün də demək onlardan xəbər ətər yoxdur. Amma Azərbaycanın özünün də bir demək zəfər qələbəsi var. O qələbə ki, şəriksiz qələbə. Bu şəriksiz qələbədir, Qarabağda qazandığımız qələbədir. Bəli, bütün demək olar ki, hər kəsin nəzəri Moskvaya tikilmişdi. Bizim nəzərimiz isə Qarabağda idi. Azərbaycan dövlət başçısı Qarabağa getdi, orada görüşlər keçirdi, sadə səmimi insanlarla, yerli sakinlərlə görüşdü və açılışlar etdi. Bu əslində dünyaya verilmiş bir mesaj idi. Hansı mesajdır? Bax, Prezident İlham Əliyev nə mesaj vermək istədi? Bəturə xanım, deməli, bəli, həqiqətən də kifayət qədər möhtəşəm bir hadisələrin biz şahidi olduq. Tək bütövlükdə 9 may faşizm, Alman faşizmi üzərində qələbə kimi yox, həm də Azərbaycan ərazisində zamanında 30 il ərzində işğal dönəmində Azərbaycan xalqına qarşı faşist ideologiyasından çıxış edən Ermənistanın həm də onun faşizmin üzərində qələbə kimi də dəyərləndirilə bilər. Bizim son hadisələr, xüsusilə də cənab prezidentin Qarabağa səfər etməsi, Ağdamda çox möhtəşəm infrastruktur obyektlərinin açılması, Ağdam Muğan mərkəzi və digər məsələlər, Kəngərli kəndi sakinlərin köçürülməsi. Deməli, burada ümumiyyətlə bir məsələni bəri başdan deyim ki, ümumiyyətlə cənab prezidentin bütün səfərləri və bütün çıxışları birincisi, bu dünyaya verilən mesajlardır. Yəni, bir mənalı şəkildə. Bəli. Hansı bir çıxışa biz nəzər salsaq, hansısa bir səfərə biz diqqət yetirsək və səfərdə hətta belə o atributlara belə diqqət yetirsək, masanın üzərinə qoyulan isti su və digər məsələ, hamısı bu dünyaya verilən bir mesajlardır. Çünki diplomatiyada bu məsələlər xüsusi diqqət yetirirlər. Bədən dili və digər məsələlər onlar həmişə diqqət mərkəzindədir. Və bu verbal və qeyri-verbal müstəvidə verilən mesajlar təbii ki, aidiyyət üzrə də çatır. Ya, bunu da mən sizə deyim. Çünki hər bir səfər, necə ki biz müzakirə edirik, səfərin bu və ya digər aspektlərini, digər tərəflərdə də müzakirə edirlər, digər tərəflərdə də nəzərdən keçirirlər. Hər bir jesti diqqət yetirirlər. Çətirin tutulması, addımlaması, oturuş, bayrağın qoyuluşu və digər hər şey diqqət yetirilir. Yəni, buna görə də cənab prezidentin bütün çıxışları dünyaya verilən mesaj olaraq eyni zamanda dünyanın aidiyyəti nöqtələrinə çatdırılan mesajlar olur və çox böyük rəğbətlə də qarşılanır, mən sizə onu da deyim. Hətta bizim düşmənlərimiz belə bəzi hallarda bəzi məsələləri etiraf etmək məcburiyyətində qalırlar. Və cənab prezidentin bir çox zəfərlərinə hardasa öz mövqelərinə çıxış eləyərək, öz cəmiyyətlərini hesablamış mesaj kimi də çatdırmaqdan çəkinmirlər və etiraf edirlər ki, bu siyasəti qəbul etmək, bu siyasətlə barışmaq və bu siyasətə doğru biz də addım atmalıyıq ki, biz bu prosesdən qıraqda qalmayaq. Bax, bugün Ermənistan cəmiyyətində bu narrativlər də var. Az olsa da var, amma var. Bu məsələnin birinci tərəfi. İkinci bir tərəfdən cənab prezidentin bütün çıxışları kifayət qədər proqram çıxışlar olur, kifayət qədər sistemli şəkildə olur və əgər çıxışları da ayrı-ayrılıqda götürəndə də biz də həmin tanışıq, dinləyirik, sonra bir neçə dəfə də oxuyuruq. Mən məsəl üçün görürəm ki, orada elə nüanslar var ki, bu nüanslar sanki bir alqoritmdir, alqoritmlə verilir. Və bu 9 mayla ki, biz bunu bugün əlaqələndiririk,
kifayət qədər simvolik bir məna daşıyan bir hadisədir. 9 may faşizmin üzərində qələbədir. Dünyanın mütərəqqi qüvvələri tərəfindən əldə olunmuş böyük bir zəfərdir. Və 2-ci Dünya müharibəsinin faktiki olaraq yekunlaşmasına gətirib çıxardan bir. İndi sonra Kvantun ordusu üzərində qələbə, sentyabr 45 və s. Yaponiya, SSR Yaponiya müharibəsi və onun nəticəsi olaraq. Amma bütövlükdə o 2-ci Dünya müharibəsinin sonunu, məntiqi sonunda çatdıran hadisə məhz həmin 9 may hadisəsi olur. Alman faşizmi üzərində qələbə. Deməli, Alman faşizmi üzərində əldə olunan qələbə gününə təsadüf eləyən bu səfər məndə bir xatirə yadıma saldı. Cənab Prezidentin çıxışlarının birində çox maraqlı bir fikir söyləmişdi. Demişdi ki, 23 saatlıq lokal antiterror tədbirləri nəticəsi ilə Azərbaycan erməni separatçılığının tabutuna son mismarı vurdu. Yəni, bu çox maraqlı bir ifadədir və siz təsəvvür burada da ona bənzər bir ifadə tarixin zibiliyinə atılması və digər məsələlər burada oldu. Bu bir daha onu göstərdi ki, biz faktiki olaraq ölkəmizdə mövcud olan faşizm ideologiyasının bu və ya digər formada həyata keçirilməsində iştirak edən separatçıların varlığına son qoymuş olduq. Həmin o 23 saatlı əməliyyat tədbirləri nəticəsində. Və indi fikir verin, nə üçün biz deyirik ki, erməni faşizmi və digər məsələlər çox sərt səslənsə də belə Xocalı soyqırımı götürək. Yəni çox saylı kifayət qədər bizim mülki əhaliyə qarşı törədilmiş həmin o cinayət hadisələri o ümumiyyətlə ümumbəşəri mahiyyət kəsb edən və bəşəriyyət əleyhinə olan cinayətlər sırasına daxil edilən hadisələrdir. Burada söhbət tək hansı bir torpağın, hansı bir kəndin, hansı bir elin, obanın işğal olmasından getmir. Cənab Prezident çıxışında qeyd elədi, genosidin törədilməsi, urbanistin törədilməsi, sonra ekotsidin törədilməsi. Siz fikir verin, Azərbaycana qarşı törədilən həmin o cinayət tərkibli əməllər, o hətta bir an üçün hesablanmış cinayət tərkiblərdir. Məsələn, bir il üçün nəzərdə tutulmur. Yəni, genosid soyqırımı demək, yəni bu böyük bir nəsilli yox, böyük bir xalqın böyük bir hissəsini məhvə doğru aparan bir hadisəyə rəvac vermək deməkdir. Ekosid nədir? Təbiəti, floranı və faunanı məhv etmək nə deməkdir? Və bu uzun illər, 10 illiklər yox, bəlkə də bəzi hallarda 100 illiklər lazımdır ki, təbiət özünü bərpa eləsin. Və bunu köklü surətdə dağıtmaq, məhv etmək, bu azmış kimi bugün də bu siyasəti davam etdirmək və bu siyasət harada biz daha çox qabarıq şəkildə bürüzə veririk, görürük. Transsərhəd çayların çirklədilməsində Təkəridir, Oxçuçaydır və digər. Onlar nəyin hesabına çirkləndirir? Ermənistan ərazisində fəaliyyət göstərən mis molibden zavodlarının fəaliyyəti nəticəsində ağır metallarla çirklədiləndir və onun təmizlənməsi demək olar ki, mümkünsüzdür. Yəni, təbiətin yer səthinin özünün o qədər böyük bir potensialı olmalıdır ki, o özünü filtrasiya eləyərək onu təmizləmiş olsun. Hələ mən o qurğuları qoyuram bir qədər, deyək ki, o faktiki olaraq o texnoloji cəhətdən nəsə tətbiq eləyə bilər Ermənistan. Bunu da eləmir. Nəyə görə? Çünki bunların niyyəti Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan təbiətinə maksimum zərər vurmaqdır. Və ya götürək, misal üçün, urbasit. Urbasit nə deməkdir? Bugün dünyanın bir çox dövlətləri o səhralaşmadan əziyyət çəkirlər. Yəni, dünən mövcud olan şəhərlər bugün məhv olur və dünyanın mütərəqqi qüvvələri otururlar, fikirləşirlər ki, necə eləyək ki, filan itirilmiş şəhəri bərpa eləyək, torpaq altında, səhra torpaqları altında qalmış hansısa bir şəhəri yerindən quraq və s. və biz elə Afrika qitəsinə baxsaq, görər ki, belə şəhərlərin sayı onlarladır. Biz elə Ağdamda bunu gördük. Və biz bunu Ağdamda, bu faktiki insan fəaliyyəti, yəni insanın cinayətkar fəaliyyəti nəticəsində baş vermiş hadisənin biz şahid olduq və yer üzündən silinmiş kəndlər, yer üzündən silinmiş obalar, yer üzündən silmək bir qırağı, orada bitən ağacı yandırmaq belə. Yəni, bu da yenə də, baxın, bir neçə 10 illiyə, bəlkə də 100 illiyə hesablanmış bir niyyət idi ki, heç bir zaman orada əhali qayıtmasın. Amma əhali bugün qayıdır. Bəli. Bu da bir məsələnin bir tərəfi. Həm o kulturasisti qoyuram bir qırağı, bizim mədəni irsə vurulan zərbələr, o da öz yerində, o da tarixi əsrlər boyu Azərbaycan xalqının formalaşmış bir mədəni bir irsi var. O mədəni irsini belə ya mənimsəyə bildiyini mənimsəliyir, necə ki bizim xalçalar müxtəlif muzeylərdə erməni xalçaları kimi təqdim olunur. Özününküləşdirir. Mənimsədiyini mənimsəyir,
mənimsəmədiyində məhv edir. Deməli, burada baxın, bu faşizmin bu və ya digər formada açıq-aşkar bürüzə verməsinin ayrı-ayrı elementləridir. Və biz bunun şahidi olduq. Və biz 9 mayı qoyaq bir qırağa, 2-ci Dünya müharibəsi, Böyük Vətən müharibəsi, bunlar hamısı öz yerində. Amma orada da yenə biz tarixə nəzər salsaq, görürük ki, həmən o Alman faşizmi də hətta bəzi şəhərləri, Ukraynanın, Belarusiyanın, digər Respublikanın, Moldovanın şəhərlərini deməli, işğal etdikdə də belə onlar infrastrukturu qoruyub saxlayırdılar. Əhali ilə müəyyən təmas qururdular. Düzdür, yerli sakinlərlə həmin müəssisələr işləyirdi. Düzdür, bunlar bugün işləyirdi. Həmən o Alman faşizmin deməli, sənaye sahəsinin bir hissəsi kimi. Burada bunlar hamısı hər şey məhv elədilər. Müəssisələr var idi, fabriklər, zavodlar var idi, avadanlığı uğrandı, daşındı. Bütün infrastruktur var idi. Yəni, mümkün qədər nə zərbə vurmaq mümkün idisə, insan ağlının belə bu cinayətkar bir fəaliyyətin nəticəsində bu zərbələr vuruldu. Bəli, biz gözümüzün önündə, siz də, mən də, biz bu hadisələrin şahidi olmuşuz. Məsələn, indiki gənclər, uşaqlar var da, məsələn, 10-15 yaşında, onlar onu görmədilər də. Yəni ki, ancaq biz danışdığımızdan, sənədləşdirilmiş materiallardan bunu görə bilir. Biz onların hamısının şahidi olduq. Və özümüzə qarşı bir millət olaraq, özdə kifayət qədər biz humanist bir millətik. Heç bir zaman heç bir millətə qarşı hər hansı bir formada biz nə aqressiv münasibət də sərgiləməmişik. Heç kəsin torpağında da gözümüz olmayıbdır. Amma bizə qarşı bütün müstəvilərdə o siyasət olubdur və bu siyasət təəssüflər olsun ki, bugün də davam etdirilməkdədir. Və bugün, misal üçün, bayaqlar mən çaylar barədə dedim, əbəs yeri demədim. Baxın, mina terroru. Bu dünyada qəbul olmuş bir hadisə idi ki, yəni hətta belə faşist Almaniyası belə basırdığı minalarının xəritələrini sonraki mərhələdə artıq təhvil verirdi və Almaniyanın müxtəlif deməli şəhərlərində o tarixi bir yerlər var idi. O tarixi yerlərin, xüsusilə də şəhərin hansısa tarixi hissələri və digər, məsələn, Krakow şəhərində də buna bənzər var idi, Dresdenin özündə. Onları partlatmaq istəyirdi bəzi hallarda faşist, deməli, faşist komandanlığın hansısa ayrı-ayrı rəhbərləri. Amma sonraki mərhələdə kapitulasiya aktı imzalandan sonra onlar o minalanmış ərazilərin xəritələrini verirlər və Azərbaycan istehkamçıları, o sapyorlar o həmin əraziləri təmizləyirdilər. Hətta Almaniyanın özündə təmizləyir. Bugün isə bizə xəritələr vermir. Verdikləri xəritələr də heç bir həqiqətə uyğun gəlmir. Amma 1,5 milyon mina bastırılıb Azərbaycanda. Və biz də bununla da müharibə aparırıq. Elə faşizmə qarşı mübarizə, faşizmə qarşı müharibə dedikdə Azərbaycan dövlət başçısının da Qarabağa səfəri, Qarabağa gedişi, orada bayaq siz qeyd etdiniz, Ağdam əslində Xirosima, dünyanın Xirosiması, Qafqazın Xirosiması, bəli, adlandırmaq o əbəs yerə deyildi. Bütünlüklə Ağdamı şumlamışdılar. Belə vandal hərəkəti insanın etdiyinə bəzən adam şübhə edir, amma biz öz yaxın tariximizdə bunu görmüşdük. Azərbaycan dövlət başçısı məhz Ağdamda gedib sakinlərlə görüşdü, hansı ki o kəndə artıq kənd qurulub, infrastruktur qurulub, evlər tikilib, ən müasir evlər tikilib və vətəndaşlar evlərinə qayıdırlar. O sakinlərlə görüşmək, onların sevincini onlarla bölüşmək əslində həm də bax o faşizmə bir meydan idi. Faşizmə həm də bir mesaj idi ki, bugün biz dirçəlirik, bugün biz qururuq, yurdumuza qayıdırıq. Bu baxımdan da bax bu səfər çox əhəmiyyətlidir. Qururuq, yaradırıq, qayıdırıq və ən önəmlisi də odur ki, öz hesabımıza bunu edirik. Bəli, bütün heç bir kömək olmadan. İkinci Dünya müharibəsindən sonra, indi biz bunun paralellər də müəyyən mənada aparırıq. İkinci Dünya müharibəsindən sonra SSR-də böyük bir bərpa quruculuq işləri həyata keçirilirdi və o keçirilirdi kənar dəstəklər hesabına. Elə həmin o Lend-Lease zamanında böyük dəstək olmuşdu. Amerika Birləşmiş Ştatlarına eyni zamanda kapitulasiya aktı imzalanan zaman Almaniyaya məxsus olan bəzi sərvətlərin də deməli SSR tərəfindən mənimsənilməsi və onun hesabına zavodların qurulması Uralda və digər yerlərdə baş vermişdi. Yəni böyük bir işlər olmuşdu, yenə də kənar dəstəklər hesabına. Amma biz Azərbaycanda bütün bunların hamısını eləyirik, kənar dəstəyi olmadan belə öz vəsaitimiz hesabımıza. Və olduqca vacib məsələ nədir? Cənab Prezident dəfələrlə bunun çıxışlarında deyir. Ordu xalq ordu həmrəyliyi bu 44 günlük vətən müharibəsinin əsasını təmin eləmiş oldu. Və post-münaqişə dönəmində də eyni ilə yenə də burada xalq həmrəyliyi var. Hökumət, dövlət,
ölkə başı, bütün proseslərin başında cənab prezident durur. Və cənab prezident atdığı bütün addımlar hətta bir növ örnək xarakter daşıyan bir addımlar olur və çox maraqlı bir situasiya nədən ibarətdir və hətta biz oxuyuruq beynəlxalq ekspertlərin, analitiklərin yazılarında, çıxışlarına da diqqət yetiririk də. Onlar Azərbaycan Respublikasının prezidentinin atdığı bütün addımları təhlil edirlər. Ordu ilə yanaşı, eyni zamanda prezidentin həyata keçirdiyi daxili və xarici siyasətə diqqət yetirirlər ki, bu hansı alqoritm üzrə bu proses gedir. Və bu alqoritm çox maraqlıdır ki, gözə görünməyən bəzi qüvvələr çalışırlar ki, hansısa bir formada prosesə müdaxilə etsinlər, amma bu baş tutmur. Azərbaycan gözümüzün önündə Xankəndi, Şuşa, Ağdam, Zəngilan, Füzuli gözümüzün qabağında nəinki dirçəlir. Kəlbəcərdə bu yaxınlarda köç başlayacaq. Kəlbəcərdə, Laçında hava limanları açılır, beynəlxalq hava limanları. Normalda bir beynəlxalq hava limanının açılması üçün bir il, yarım, 2 il vaxt lazımsa bu dünya praktikasına verir. Biz 10-11 ayın içində birinci beynəlxalq hava limanı açdı. Laçını götürsək, o Qorçu kəndi ətrafında çox ağır, mürəkkəb, dağ relyefi olan bir yerdir. Hətta Sovetlər dönəmində belə orada ancaq vertolyot meydançalarının olması və digər nəzərdə tutulurdu. Hətta istifadə olunurdu bir qismi Kəlbəcər istiqamətində. Amma bugün biz orada beynəlxalq hava limanı açmışıq. Artıq 3000 kilometr, daha doğrusu 3000 metrə, yəni 3 kilometr zolağı olan biz deməli orada beynəlxalq hava limanını istifadə veririk. Ağır tonajlı təyyarələrin, yük təyyarələrin qəbul olunması üçün belə nəzərdə tutulan. Bunu tək Azərbaycan tək başına edir. Öz gücü hesabına. Öz gücü hesabına edir və bayaq o danışdıq, bizim qələbəmiz şəriksiz qələbədir. Azərbaycan ərazilərini də tək başına, öz qüvvəsinə, öz gücünə, öz ordusuna arxalanaraq o ərazilərimizi işğalçılardan, faşizmlə belə demək mümkündürsə təmizləmişdi və bugün artıq Azərbaycan həm də tikinti, quruculuq, abadlıq işlərində də başlanğıcdır. Çünki böyük işlər hələm qabaqdadır, böyük zəfərlər qabaqdadır. İnşallah. Azər, mən elə Prezident İlham Əliyevin səfərindən danışanda bu səfəri həm də bir vəfa borcu da saymaq olar. Ona görə ki, Prezident İlham Əliyev, yəqin ki, o kadr yadınızdadır, dedi ki, mən ata vəsiyyətimi yerinə yetirdim. Ulu Öndər Heydər Əliyev həmişə çıxışlarında sakinlərlə, məcburi köçkünlərlə görüşəndə deyirdi ki, siz o yurtlara qayıdacaqsınız, biz qayıdacağıq Şuşaya, biz qayıdacağıq Qarabağa, Laçına, Kəlbəcərə. Yəni, Prezident İlham Əliyev həm də bax o vəfa borcu kimi elə Ulu Öndərin həm də 102 yaşı tamam oldu may ayının 10-da. Cənab Prezidentin bu səfəri həm də ata ruhuna bir borc kimi, bir vəfa borcu kimi ki, yəni vəsiyyət yerinə yetirildi və bugün sənin istədiyin kimi biz Qarabağdayıq. Həm faşizm üzərində qələbənin demək 80 illiyini, həm də Ulu Öndər Heydər Əliyevin 102 yaşı Qarabağda qeyd olunmasının rəmzi mənası var. Yəni, bəli, bu baxımdan da çox əhəmiyyətli. Çox olduqca vacib bir məqama toxundunuz. Ümumiyyətlə, Azərbaycanın bu son illər əldə etdiyi zəfərlər, 44 Vətən müharibəsindən üzü bəri və ondan qabaqki aprel döyüşləri və digər hadisələri xatırlasaq, o əslində Ulu Öndər tərəfindən cızılmış dövlət siyasətinin, dövlət strategiyasının əsas mərhələli şəkildə icrasını özündə ehtiva edən bir zəfərlər oldu və uğurlar oldu. Çünki bütün bax bugün qazanılan, bütün nə qazanılan uğur varsa onun əsası hamısı Ulu Öndər dönəmində 1993, 2003-cü illərdə qoyulmuşdu. Məsəl üçün çox məşhur bir deyim var. Cənab Prezident bu yaxınlarda çıxışlarının birində xüsusilə qeyd elədi onu. Müstəqil iqtisadiyyatı olmayan dövlət heç bir zaman siyasi cəhətdən müstəqil ola bilməz. Müstəqil iqtisadiyyatın əsasını Ulu Öndər qoydu. Əsri müqaviləsinin imzalanması və digər məsələlər. Və o proseslərdə də çox ciddi işlər. O yol əslində elə o iqtisadi müstəqillik olandan sonra qələbəyə gedən yol oradan başladı. Və o siyasəti nə dərəcədə ki, biz müstəqil apardıqsa, bizim gələcək siyasi müstəqilliyimizin uğurunun qazanılması da bax, sirri məhz o müstəqil iqtisadiyyatın qurulmasında idi ki, onu Ulu Öndər tərəfindən bunun əsası zamanda qoyuldu və çox uğurlu şəkildə də Cənab Prezident tərəfindən sonraki mərhələdə də həyata keçirildi. Digər bir tərəfdən, Azərbaycan tək Azərbaycan uğurları ilə öz fəaliyyətini məhdudlaşdırmadı. Bugün Azərbaycan dünya üçün, bir sıra regionlar üçün
həyati əhəmiyyəti daşıyan bir çox layihələrin reallaşdırılmasının əsasını da bax bu siyasəti ilə qoymuş oldu. Bugün Cənubi Qafqaz bölgəsi yer kürəsinin demək olar ki, açar bölgələrindən birinə çevrilib. Nəyin hesabına? Azərbaycanın praqmatik xarici siyasəti nəticəsində və bu məhz bu bölgə üzərindən də çox mühüm əhəmiyyət kəsb edən enerji, nəqliyyat, beynəlxalq yük daşımalar və bir çox yaşıl enerji və bir çox layihələr reallaşdırılmaqdadır və bütün o proqramların icra olunmasında, o layihələrin icrasında həyata keçirilməsi iştirak edən bütün dövlət rəhbərləri belə birbaşa olaraq cənab prezidentlə təmasdadır və onunla da bir çox məsələləri məsləhətləşdirir. Yekdil bir fikrə gəldikdən sonra bu və ya digər addımlar atırlar. Bugün Çin Xalq Respublikasının sədri əgər deyirsə ki, Azərbaycan və Azərbaycan xalqı Çinin və Çin xalqının dostudur, yəni bu bir çox məsələlərdən xəbər verir. Və bu elə belə deyil. Çox böyük dövlətidir. Belə verilən mesaj deyil. Bəli, Qarabağ çox yaxın tariximizin, zəfər tariximizin başlanğıcıdır. Bizim hələ qarşıda çox görüləsi işlərimiz var. Özünüz dediyiniz kimi Qərbi Azərbaycan Ulu Öndər Heydər Əliyevin həm də Qərbi Azərbaycanla bağlı hədəfləri var idi. Çox yaxın zamanda, çox yaxın gələcəkdə biz elə o hədəfimizə doğru getməkdə davam edəcəyik. Yollarsa elə Qərbi Azərbaycanı göstərir. İnşallah ki, o da bir vəfa borcudur təbii ki. İnşallah biz o günü görəcəyik. Çox təşəkkür edirəm Azər müəllim. Suallarımızı ətraflı, belə aydın cavablandırdığınız üçün təşəkkür edirəm. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.